Salam əziz müəllimlər və şagirdlər, hər vaxtınız xeyirli olsun. İnşallah bugün DİM test toplusundan ibtidai icma quruluşunu izah edəcəm. Topluda iki başlıqdan ibarətdir. Birinci başlıq paleolitdən eneolitə qədərdir. İkinci başlıqda tunc və dəmir dövrləri. Hər iki başlığı da izah edəcəm. Birinci başlığımızda 74 test tapşırığı var. Video çox uzanmasın deyə 1-dən 50-yə qədər indi izah edəcəm. 50-dən axıra qədər də digər videoda izah edəcəm. Başlayaq testə. Birinci suala baxırıq. Azərbaycanda alt paleolit öyrənilmişdir. Baba Dərviş yaşayış yerindən tapılmış materiallar əsasında öyrənilmişdir erkən tunc dövrü. Baba Dərviş Qazax rayonunda yerləşir. Erkən tunc dövrünün ibadət evidir. Yanlışdır. Kür-Araz mədəniyyəti əsasında öyrənilmişdir erkən tunc dövrü. Azlıq mağarasından əldə edilən tapıntılar əsasında öyrənilmişdir alt paleolit dövrü. Bu doğru fikirdir. Qobustandakı qədim qayaüstü təsvirlər əsasında öyrənilmişdir mezolit dövrü. Naxçıvanda Kültəpə abidəsi əsasında. Yadda saxlayırsınız, Naxçıvanda birinci və ikinci Kültəpə var. Birinci Kültəpə ibadət evidir erkən tunc dövrünə aiddir. İkinci Kültəpə ilkin şəhər mərkəzidir, orta tunc dövrünə aiddir. Yəni yanlış fikirdir. İkinci suala baxaq. Neolit dövründə ilkin əkinçilik vərdişləri meydana çıxdı. Mezolitdir. Müxtəlif sənət sahələri meydana gəldi. Neolitdir, doğrudur. Heyvanların əhəlləşdirilməsinə başlandı. Mezolit, yanlışdır. Yığıcılıq, ovçuluq əsas məşğuliyyət sahəsi oldu. Paleolit dövrü. Mezolitdə də əsas məşğuliyyət yığıcılıq, ovçuluq idi. Ancaq neolit dövründə əsas məşğuliyyət əkinçilik və maldarlıq olmuşdu. Bu yanlış fikir oldu. Heyvanlar daha uzaq məsafədən ovlanmağa başlandı. Yəni ox və kamanın kəşfi ilə, bu da mezolit dövrüdür. Yanlışdır. Doğru cavab B variantı. Üçüncü suala baxaq. Alt və orta paleolit dövrlərinin ümumi cəhəti. İctimai əmək bölgüsünün baş verməsi tunc dövrünə aiddir. Yanlışdır. İlk əkinçi vərdişlərin yaranması mezolit. Yanlışdır. Neandertal adlanan yeni insan tipinin mövcud olması orta paleolit. Yanlışdır. Bizə alt və ortanın ümumi cəhəti deyir. Ağıllı insan formalaşması üst paleolit. Yanlışdır. Əmək alətlərinin daşdan hazırlanması bu daş dövrünün bütün dövrlərinə aiddir. Deməli, bu doğru fikirdir. Paleolit dövrdə daş dövrü olduğu üçün orta xüsusiyyət kimi götürə bilərik. Dördüncü suala baxaq. Paleolit və mezolit dövrlərinin ümumi cəhəti. Əkinçilik və maldarlığın əsas məşğuliyyət olması. Deməli, əkinçilik və maldarlığın ilkin vərdişləri yarandı. Mezolitdə əsas məşğuliyyət olması neolit dövrü. Eneoliti də deyə bilər. Eneolitdə də əsas məşğuliyyət idi. Bu yanlış fikir oldu. İstehlak təsərrüfatının mövcud olması. Deməli, istehlak mənimsəmə təsərrüfatıdır. Yaranır alt paleolit dövründə. Mezolitdə də davam edir. Ancaq neolit dövründə mənimsəmə təsərrüfatı yoxdur. Neolit dövründə istehsal təsərrüfatı yaranır. Deməli, istehlak təsərrüfatının mövcud olması dedik ki, paleolitdə var, mezolitdə də var. Bu doğru fikirdir. Axirət dünyasına inamın yaranması. Axirət dünyasına inam yaranır orta paleolit dövründə. Yanlış fikirdir. Qəbilə icmasının yaranması üst paleolit dövrü. Tayfa ittifaqının mövcud olması. Yadda saxlayırsınız. Tayfa yaranır erkən tunc dövrü. Tayfa ittifaqı yaranır orta tunc dövrü. Bu da yanlış. Doğru cavab B variantı. Beşinci suala baxaq. Uyğun variantı müəyyən edin. İlk şəhər mərkəzlərinin yaranması orta tunc. 1-də yazıb neolit. Yanlışdır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Bu ikinci ictimai əmək bölgüsüdür. Orta tunc. 2-də eneolit yazıb. Yanlışdır. 3-də orta tunc yazıb. Doğrudur. İlk metalın əldə edilməsi. İlk metal mistir əldə edildi eneolit dövründə. Erkən dəmir. Yanlışdır. 4. Oturaq həyata keçid. Neolit dövrü. Eneolit yanlışdır. Neolit yazıb. Doğrudur. Doğru cavab 3-5 A variantı. 6-cı suala baxaq.
Toxuculuğun yaranması Neolit dövrüdür. 1'də yazıb Erkən Tunc. Yanlışdır. Neandertal adamın yaranması Orta Paleolit. 2'yə baxaq Orta Paleolit. Doğrudur. İlk metalın əldə edilməsi. İlk metal mis idi, əldə edildi Eneolit dövründə. 3 Eneolit. Doğrudur. 4'də yazıb Erkən Tunc. Yanlışdır. Küaraz mədəniyyətin formalaşması Erkən Tunc dövrüdür. Erkən Dəmir. Yanlışdır. Orta Paleolit yanlışdır. Doğru cavab 2-3. 7-ci suala baxaq. Azərbaycanda Neolit dövrü üçün səciyyəvi idi. İlkin əkinçi vərdişlərinin yaranması Mezolit yanlışdır. Metal alətlərdən istifadə edilməsi ilk metal yarandı Eneolitdə. Neolitdə metal yox idi, yanlışdır. Mənimsəmə təsərrüfatının yaranması Alt Paleolit yanlışdır. Əhalinin oturaq həyata keçməsi bəli, Neolit dövrü. Doğrudur. Neolit inqilabında var idi. Oturaq həyata keçir, yeni təsərrüfat sahələri yaranır. Ev heyvanların əhliləşdirilməsinin başa çatması Eneolit dövrü. Yanlışdır. Doğru cavab D variantı. 8-ci suala baxaq. Üst paleolit dövrünə aiddir. Tuncdan alətlərin hazırlanması. Tunc dövrü. Çıxırıq. İnsanların süni od əldə etməyə başlaması. Orta paleolit. Çıxırıq. İnsanların kollektiv halda yaşaması. Kollektiv yaşayış. 1. Ulu icmanı yadda saxlayırsınız. 2. Qəbilə icması. 1 də tayfanı yadda saxlayırsınız. Hər üçü də kollektiv halda yaşamadır. Deməli, onda C variantı üst paleolit dövrünə aiddir. Niyə? Çünki qəbilə icması üst paleolit dövründə yaranıbdır. Bacarıqlı insanın yaranması alt paleolit dövrü. Çıxırıq. Oddan ilk dəfə istifadə edilməsi alt paleolit. Çıxırıq. Doğru cavab C variantı. 9-a baxaq. Azərbaycanda mezolit dövrü üçün səciyyəvi deyil. Ox və kamanın ixtira olunması mezolit. Heyvanların əhliləşdirilməsinə başlanması mezolit, tayfa ittifaqlarının yaranması Orta Tunc, istehsal təsərrüfatına keçidin əsasının qoyulması mezolit, ilk əkinçi vərdişlərinin yaranması mezolit. Mezolita səciyyəvi olmayan C variantı. Ona baxaq. Neandertal adama aiddir. Neandertal insan Orta Paleolit dövründə yaranıbdır. İlk dəfə daşdan əmək alətlərini hazırlaması Alt paleolit bacarıqlı insan, ilk insan məskənlərini salması, alt paleolit bacarıqlı insan, ilk dəfə heyvanları əhliləşdirməsi, mezolit ağıllı insan, qəbilə icması şəklində yaşaması, qəbilə icması yaranır üst paleolitdə ağıllı insana aiddir, ovçuluq və yığıcılıqla məşğul olması, bəli, bu Neandertal insana aiddir. Ovçuluq, yığıcılıqla məşğul olma paleolit dövründə əsas məşğuliyyət idi. Yəni, bu xüsusiyyət həm bacarıqlı, həm Neandertal, həm də ağıllı insana aiddir. Doğru cavab Y variantı. 11-ci suala baxırıq. Neandertal adama aiddir. Dedik ki, Orta Paleolit dövrünə aiddir. İlk daş alətləri hazırlaması, alt paleolit, bacarıqlı insan, toxuculuqla məşğul olması, toxuculuq yarandı, Neolit dövründə ağıllı insan, oturaq həyat sürməsi, Neolit dövründə yarandı, oturaq həyata keçid. Bu, ağıllı insana aiddir. Qəbilə icmasında yaşaması, qəbilə icması yarandı, üst paleolit, ağıllı insandır. Ulu icmada yaşaması, bəli, ulu icma alt paleolitə aiddir, ulu icma orta paleolit dövrünə aiddir. Neandertal insan da orta paleolitdə yarandığı üçün Y variantı doğru fikirdir. 12'ye baxaq. Orta daş dövrü mezolitdir. Yeni daş dövrü neolit. Mis daş dövrü eneolit. Anaxaqanlığın mövcud olması. Anaxaqanlığı yaranır üst paleolit dövründə, mezolitdə də mövcud olur, neolitdə də mövcud olur, eneolitdə də mövcud olur. Ancaq Erkən Tunc dövründə yox. Erkən Tunc dövründə anaxaqanlığı yaranır. Qəbilə icmasının yaranması üst paleolit dövrüdür. Üst paleolit də yoxdur. Mezolit ola bilməz, neolit ola bilməz. Birinci ictimai məşq bölgüsü Erkən Tuncdur. Eneolit ola bilməz. Doğru cavab 1-3. D variantı. 13-cü suala baxaq. Uyğunluğu müəyyən edin. Orta daş dövrü mezolit, yeni daş dövrü neolit oldu. Mis daş dövrü də eneolit. Mikrolt əmək alətlərindən istifadə etməyə başlanması mezolitdir.
1 doğrudur. Neolit xeyr. Sonra sənətkarlığın müstəqil sahəyə çevrilməsi bu ikinci ictimai əmək bölgüsüdür. Orta Tunc dövrünə aiddir. Mezolit ola bilməz, neolit ola bilməz. Dərişləmə sənətinin mövcud olması. Dərişləmə sənəti yaranır neolitdə. Bəli, neolitdə yaranırsa, eneolitdə də mövcud olmanı götürə bilərik. 1-5. Doğru cavab D variantı. 14-cü suala baxaq. Heyvanlar uzaq məsafədən ovlamağa başlandı. İnsanlar qida ehtiyatlarını daha da artırdılar. Bu, ox və kamanın kəşfinin nəticəsidir. Ox və kamanın ixtirası. 15-ci suala baxaq. Toxuculuq və saxsı qablar istehsalının yarandığı dövr. Toxuculuq yaranır neolit, saxsı qab istehsalı yaranır neolit. 16-ya baxaq. Mis alətlərin hazırlanmasına başlanması eneolitdir. Təsərrüfatda əsasən daş alətlərdən istifadə edilməsi daş dövrünün bütün dövrlərinə aid eləyə bilərik. Eneolitə də aiddir. Y variantı doğrudur. 17-ci suala baxaq. İlk əkinçi vərdişlərin yaranması mezolit. İbtidai maldarlığın əsası qoyuldu mezolit. Mezolit də orta daş dövrüdür. C variantı. 18-ə baxaq. Uyğunluq pozulmuşdur. Ağıllı insanın yaranması üst paleolit. Doğrudur. Sənətkarlıq müstəqil sahəyə çevrildi. Bu ikinci ictimai əmək bölgüsüydü. Orta Tunc. Doğrudur. İnsanların süni oddan istifadə etməsi alt paleolit dövründə ola bilməz. Süni od yaranır orta paleolitdə. Yəni orta paleolit və orta paleolitdən sonraki dövrlərə süni oddan istifadə etmən deyə bilərik. Ancaq alt paleolit dövründə yalnız təbii od vardı. Süni od yox idi. Bu yanlış fikirdir. Uyğunluq pozulmuşdur C variantında. Mezolit dövrü ibtidai heyvandarlığının meydana gəlməsi doğrudur. Bizə məlum olan ev heyvanlarının demək olar ki, hamısının əhilləşdirilməsi, bəli, eneolitdə əhilləşdirilmə başa çatır. Doğrudur. On 19-cu suala baxaq. Azərbaycanda neolit dövründə insanlar ilk dəfə metalla tanış olmuşlar. Bu, eneolit dövrüdür. Yəni, neolitdə metal yox idi. Yanlışdır. Sümük və daşdan alətlər hazırlanmışdır. Daş dövrünün bütün dövrlərinə aid eləyə bilərik. Neolit də daş dövrünə aid olduğu üçün doğru variantdır. Sənətkarlıq müstəqil sahəyə çevrildi. Orta Tunc dövrü yanlışdır. Toxu əkinçinin qış əkinçisi əvəz etdi. Erkən Tunc dövrü yanlışdır. Köçmə yaylaq maldarlığı yarandı. Erkən Tunc dövrü yanlışdır. Doğru cavab B variantı. 20-yə baxaq. Aşağıdakılar Azərbaycanda ibtidai icma cəmiyyətin hansı mərhələsinə uyğundur? Ağıllı insanın formalaşmasının başa çatması üst paleolitdir. İnsanların ana xətti ilə qohumluq əsasında birləşməsi bu qəbilə icması idi, yarandı üst paleolitdə. Qəbilə icmasının yaranması üst paleolit. Doğru variant D variantı. 21-ci suala baxaq. Uyğunluq gözlənilmişdir. İstehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Mezolit. Paleolit yanlış fikirdir. Mezolit dövründə insanlar mikrolit alətlərdən istifadə etmişlər. Doğrudur. Neolit dövründə ikinci ictimai əmək bölgüsü. Bu, Orta Tunc dövründədir. Neolit ola bilməz. Yanlışdır. İlk dəfə metaldan əmək alətləri hazırlanmağa başlandı eneolitdə. Yanlışdır. Birinci ictimai əmək bölgüsü baş vermişdi Erkən Tunc. Yanlışdır. Doğru cavab B variantı. 22-yə baxaq. Daha əvvəl baş vermişdir. İnsanların toxuculuqla məşğul olması. Deməli, toxuculuq yaranır neolit dövründə. Məşğul olması neolitdə də məşğul idi və neolitdən sonraki bütün dövrlərdə məşğul olma var, götürmək olar. Atdan miniş və qoşqu vasitəsi kimi istifadə edilməsi son Tunc dövrünə aiddir. Mikrolit alətlərdən istifadə edilməyə başlanması mezolit. Birinci ictimai əmək bölgüsü Erkən Tunc. İlkin şəhər mərkəzlərinin yaranması Orta Tunc. Deməli, daha əvvəl baş vermişdir. C variantı mezolit dövrü. 23-cü suala baxaq. Daha əvvəl baş vermişdir. Axirət dünyasına inamın yaranması orta paleolit. Ana xaqanlığının yaranması üst paleolit. Köçmə yaylaq maldarlığının meydana gəlməsi Erkən Tunc. Üzümçülük və bağçılıq sahələrinin meydana gəlməsi Orta Tunc. İstehsal təsərrüfatının meydana gəlməsi neolit. Daha əvvəl baş vermişdir A variantı. Axirət dünyasına inamın yaranması. 24-ə baxaq.
Orta daş dövrünün, yəni mezolitin əlamətlərindən biri. Rabitəli nitqin yaranması üst paleolit. İlk insan məskənlərinin salınması alt paleolit. İlk əkinçi vərdişlərinin yaranması mezolit. Nəsli qəbilə icmasının dağılması erkən tunc. Əkinçiliyin əsas təsərrüfat sahəsinə çevrilməsi neolit. Doğru cavab C variantı. 25-ə baxaq. Azərbaycanda ata xaqanlığının mövcudluğu dövründən fərqli olaraq ana xaqanlığı dövründə. Yəni elə xüsusiyyət götür ki, ana xaqanlığına aid olsun, ancaq ata xaqanlığına aid olmasın. Qeyd edək, ana xaqanlığı yarandı üst paleolitdə, mezolitdə davam edir, neolitdə davam edir, eneolitdə də davam edir. Ata xaqanlığı yarandı erkən tuncda və erkən tuncdan sonraki dövrlərdə də davam edir. Metaldan alətlər hazırlanırdı. Bəli, ana xaqanlığında misdən, ata xaqanlığında tuncdan hazırlanırdı. Bu oxşar xüsusiyyətdir. Hər ikisinə də aiddir. Çıxırıq. Əkinçi və maldarlıq meydana gəlmişdi. Mezolit dövründə, yəni ana xaqanlığına aiddir. Doğru cavab B-dir. Ana xaqanlığının ata xaqanlığından fərqidir bu. İnsanlar kollektiv halında yaşayırdı. Bu hər ikisinə aiddir. Oxşar xüsusiyyətdir. Kollektiv yaşayış ana xaqanlığında qəbilən deyə bilərik, ata xaqanlığında da tayfanı. Çıxırıq. Əhali sənətkarlıqla məşğul olurdu. Sənətkarlıq neolitdə yaranır və sonraki dövrlərdə də davam edir. Deməli, hər ikisinə aid olur. İnsanlar saxsı qablar hazırlayırdı. Eynən bu da neolitdə yaranır, sonraki dövrlərdə davam edir. Hər ikisinə aiddir. Doğru cavab B variantı. 26-cı suala baxaq. Azərbaycanda eradan əvvəl 12-8-ci minilliklərdən, yəni mezolit dövründən fərqli olaraq eradan əvvəl 7-ci minilliklər. Bu da düşür neolit dövrünə. Yəni mezolitdən fərqli olaraq mezolitə aid olmasın, neolitə aid olsun. Axirət dünyasına inam mövcud olmuşdur. Axirət dünyasına inam yaranır orta paleolitdə və sonraki dövrlərdə də mövcud olur. Yəni bu mezolit və neolitin oxşar xüsusiyyətidir. Çıxırıq. Daşdan əmək alətləri hazırlanırdı. Hər ikisinə aiddir. Çünki mezolit, neolit hər ikisi də daş dövrüdür. Çıxırıq. Qan qohumluğuna əsaslanan insanlar birliyi mövcud idi. Bu qəbilə icması idi. Bu da yaranır üst paleolitdən ən son eneolit dövrünü qeyd edə bilərik qəbilə icmasını. Mövcud idi deyirsə, mezolit və neolitin hər ikisinə də aiddir. Çıxırıq. Maldarlıq mövcud olmuşdur. Maldarlıq yaranır mezolitdə, sonraki dövrlərdə də mövcud olur. Deməli, bu hər ikisinə də aiddir. Bunu da çıxırıq. İnsanlar duluzçuluqla məşğul olurdu. Duluzçuluq mezolit dövründə yox idi. Duluzçuluq yaranır neolit dövründə. Deməli, bu doğru fikirdir. Mezolitdən fərqli olaraq neolitdə insanlar duluzçuluqla məşğul olurdu. 27-yə baxaq. Azərbaycanda eradan əvvəl 12-8-ci minilliklərdən, yəni mezolit dövründən fərqli olaraq eradan əvvəl 6-4-cü minilliklər, yəni eneolit dövründə. Yəni mezolitə aid olmasın, eneolitə aid olsun. Əhali toxuculuqla məşğul olurdu. Toxuculuq yarandı neolitdə və sonraki dövrlərdə də davam edir. Yəni eneolit dövründə əhali toxuculuqla məşğul olurdu, aiddir. Doğru cavab A variantı. Daş alətlər təsərrüfatda üstün yer tuturdu. Hər ikisinə aiddir, çünki hər ikisi də daş dövrüdür. Sümükdən əmək alətləri hazırlanırdı. Hər ikisinə aiddir. Ana xaqanlıq mövcud idi. Dedik ki, üst paleolitdə yarandı, mezolit, neolit, eneolitdə mövcud olur. Yəni bu oxşar xüsusiyyətdir. Çıxırıq. Axirət dünyasına inam mövcud idi. Axirətə inam orta paleolitdə yarandı və sonra bütün dövrlərdə davam edir. Bu da oxşar xüsusiyyətdir. Çıxırıq. Doğru cavab A variantı. 28-ci suala baxaq. Uyğunluq gözlənilmişdir. İlkin şəhər mərkəzləri yaranmışdır Orta Tunc dövründə. Eneolit yanlışdır. Qəbilənin həyatında qadınlar mühüm rol oynayırdılar. Bu ana xaqanlığı idi üst paleolit dövründə. Doğrudur. İnsanlar suyunu od əldə etməyi öyrəndilər Orta paleolit dövründə. Neolit yanlışdır. Daşların deşilməsi və cilalanması öyrənilmişdir Neolit dövründə. Mezolit yanlışdır.
İlk metal əldə edilmişdir eneolit dövründə, mis-daş dövründə. Ortadaş yanlışdır. Doğru cavab B variantı. 29-a baxaq. Neandertal adam üçün səciyyəvi deyil. Neandertal adam yaranır orta paleolitdə. İbtidai maldarlığın əsasının qoyulması mezolit dövrü. Bəli, bu Neandertal insan üçün səciyyəvi xüsusiyyət deyil. Ovçuluq və yığıcılıqla məşğul olması Neandertal insana aiddir. Təbiətin hazır məhsullarını mənimsəməsi, bəli. Orta paleolitdə yaranır, bəli. Təbii otdan istifadə, bəli. Deməli, səciyyəvi deyil, A variantı. 30-a baxaq. Neandertal adam üçün səciyyəvi deyil. Dedik ki, orta paleolitdə yarandı. Ovçuluqla məşğul olması doğrudur. Daşdan əmək alətləri hazırlanması doğrudur. Mənimsəmə təsərrüfatı ilə məşğul olması doğrudur. Əkinçi vərdişlərinə yiyələnməsi. Xeyr, əkinçi vərdişlərinə yiyələnmə mezolitdədir. Neandertal adama aid deyil. Ulu icmada yaşaması. Bəli, ulu icma alt və orta paleolit dövrünü əhatə edir. Neandertal insan da orta paleolit dövrünə aid olduğu üçün bu səciyyəvi xüsusiyyətdir. Səciyyəvi deyil, D variantı. 31-ci suala baxaq. Mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar toxumların yerə düşüb yenidən cücərdiyini, böyüdüyünü müşahidə edirdilər. Ağac və sümüklə, sivri daşla torpağı yumşaldıb, yabanı bitki toxumlarını bastırdılar. Bu yolla ibtidai insanlar özləri üçün məhsul əldə edirdilər. Verilən proseslərin nəticəsi. Bu, ibtidai əkinçiliyin yaranmasıdır. A variantı. 32-ci sualda da eynən bayaqki mətindir. Yəni, ibtidai əkinçilik yaranır. Bununla da istehsal təsərrüfatının əsası qoyulur. 33-cü suala baxaq. Uyğunluğu müəyyən edin. Bacarıqlı insan yaranır alt paleolitdə, Neandertal insan orta paleolit, ağıllı insan üst paleolit. Yadda saxlayırsınız, ağıllı insan deyəndə yalnız üst paleoliti götürmürsünüz. Üst paleolitdə yaranır və sonraki dövrlərdə mövcud olan insan da ağıllı insandır. Yəni, ağıllı insan deyəndə həm üst paleolit, bundan sonra mezolit, neolit və s. Bütün dövrlər ağıllı insana aiddir. Kollektiv formada yaşamışdır. Kollektiv yaşayış dedik ki, həm ulu icma, həm də qəbilə icmasıdır. Ulu icma alt və orta paleoliti əhatə edir. Deməli, bacarıqlı insanla Neandertal insanı əhatə edir. Qəbilə icması da ağıllı insanı əhatə edir. Deməli, hər üçünə də aiddir. İlk yaşayış məskənlərini salmışdır. Alt paleolit bacarıqlı insan, orta paleolit dövründə meydana gəlmişdir. Neandertal insan, ağacdan sallar hazırlanmışdır. Üst paleolit dövrü, ağıllı insan, ox və kamanı ixtira etmişdir. Mezolit dövrü, dedik ki, üst paleolitdən sonraki dövrlər ağıllı insana aiddir. 34-cü suala baxaq. Eradan əvvəl 12-8-ci minillikləri əhatə edən bu dövrdə, yəni mezolit dövründə, heyvanlar uzaq məsafədən ovlanmağa başlandı. İbtidai maldarlıq və əkinçiliyin əsası qoyuldu. Haqqında bəhs olunan dövrdən fərqli olaraq insanlar. Yəni, mezolit dövründən fərqli olaraq, erkən tunc dövründə istehsal təsərrüfatı ilə tanış oldular. İstehsalla tanış oldular neolitdə. Erkən tunc yanlışdır. Mezolitdən fərqli olaraq eneolitdə əkinçiliklə tanış oldular. Əkinçiliklə tanış oldular elə mezolitin özündə. Yanlışdır. Mezolitdən fərqli olaraq üst paleolitdə qəbilədə yaşayırdılar. Qəbilə icması üst paleolitə də aiddir, mezolitə də. Bu oxşar xüsusiyyətdir. Yanlışdır. Mezolitdən fərqli olan neolitdə ilk sənət sahələrlə tanış oldular. Bəli, mezolit dövründə sənət yox idi. İlk sənətlə tanış oldular neolitdə. Bu doğrudur. Orta paleolitdə ovçuluqla məşğul olurdular. Bu, mezolitlə orta paleolitin oxşar cəhətidir. Çıxırıq. Doğru cavab D variantı. 35-ə baxaq. Mezolit dövründə başlayan hansı proses eneolit dövründə başa çatmışdır? Bu, heyvanların əhilləşməsidir. Mezolitdə başlayır. İlk əhilləşdirilən heyvan it olur. Eneolitdə başa çatır atın əhilləşdirilməsi ilə. 36-cı suala baxaq. Anaxaqanlığı dövrünə aid olmayan əlamət. Qeyd etdik ki, anaxaqanlığı üst paleolitdə yarandı, mezolitdə davam edir, neolitdə davam edir, eneolitdə də davam edir. Anaxaqanlığına aid olmayan əlamət də deyəndə, erkən tuncda ataxaqanlığı yaranır. Erkən tuncdan sonraki dövrlər götürürsünüz.
Bir də alt paleoliti götürürsünüz, orta paleoliti götürürsünüz. Anaxaqanlıq üst paleolitdə yarandığı üçün alt və ortada anaxaqanlığı yoxdur. Heyvanlardan qoşqu vasitəsi kimi istifadə edilməyə başlanması erkən tunç dövrü. Bəli, anaxaqanlığına aid deyil, ataxaqanlığına aiddir. Bu doğru variantdır, aid olmayan əlamətdir. Səsin nitqin yaranması üst paleolit. Anaxaqanlığına aiddir. Ox və kamanın ixtira olunması mezolit aiddir. İbtidai maldarlığın əsasının qoyulması mezolit aiddir. Heyvanların əhəlləşdirilməyə başlanması mezolit aiddir. Doğru cavab A variantı. 37-yə baxaq. Anaxaqanlıq dövrünə aid olmayan əlamət. Deməli, erkən tuncdan sonraya baxacaq. Bir də alt və orta paleolitə. Ox və kamanın ixtira olunması mezolit aiddir. İnsanların qan qohumluğu əsasında birləşməsi bu qəbilə icması idi. Qəbilə icması da anaxaqanlığına aiddir. Heyvanlara inamın meydana gəlməsi alt paleolit. Anaxaqanlığına aid deyil bu xüsusiyyət. Doğrudur. Aid olmayan əlamətdir. Toxu əkinçiliyinin yaranması neolit. Çıxırıq. İnsanların misdən alətlər hazırlaması eneolitdən başlayır. Çıxırıq. Doğru cavab C variantı. 38-ə baxaq. Orta daş dövründə, yəni mezolit. Qəbilənin həyatında baş vermiş dəyişikliklərdən biri. Ataxaqanlığının yaranması erkən tunc. Yanlışdır. Səsli nitqin meydana gəlməsi üst paleolit. Yanlışdır. İnsanların ana xətti ilə qohumluq əsasında birləşməyə başlaması üst paleolit. Yanlışdır. Misdən ilk dəfə alətlərin hazırlanmasına başlanması eneolit. Yanlışdır. Çox kiçik ölçülü mikrolit əmək alətlərinin istifadə edilməsi mezolit. Doğrudur. 39-a baxaq. Azərbaycanda yeni daş dövründə qəbilə icmasının həyatında yeni əlamətlərdən biri. Yeni daş dövrü, yəni neolit. Axirət dünyasına inamın meydana gəlməsi orta paleolit. Yanlışdır. Əkinçilik və maldarlığın əsas məşğuliyyət sahəsinə çevrilməsi bəli, neolitdədir. Doğrudur. Anaxaqanlıq dövrünün başa çatması erkən tunc. Yanlışdır. İctimai həyatda qadınların aparıcı rol oynamağa başlaması üst paleolit. Yanlışdır. Qış əkinçisinin yaranması erkən tunc. Yanlışdır. Doğru cavab B variantı. 40-cı suala baxaq. Azərbaycanda neolit dövründə qəbilə icmasında yeni əlamətlərdən biri. Toxuculuğun yaranması neolit. Doğru cavab budur. Heyvanların əhəlləşdirilməsinə başlanması mezolit. Daş alətləri mis alətlərlə əvəz olunması, deməli mis yaranır eneolit dövründə, ancaq daş alətləri mis alətlərlə əvəz olunması heç bir dövrdə yoxdur. Yəni həmişə daş dövründə daş alətlər üstünlük təşkil edir. Təsərrüfatda köçəri yaylaq maldarlığın meydana gəlməsi erkən tunc dövrü, kurqanların meydana gəlməsi erkən tunc. 41-ə baxaq. Paleolit. Ulizmanın yaranması alt paleolit. Doğrudur. Kür-Araz mədəniyyəti erkən tunc. Yanlışdır. Əmək alətlərinin daşdan hazırlanması daş dövrünün bütün dövrlərinə aiddir. Yəni paleolit də daş dövrü olduğu üçün buna da aiddir. Eneolit. Mis alətlərinin hazırlanması. Bəli, eneolitdə mislə tanış olunur. Anaxaqanlığın mövcud olması. Bəli, eneolitdə anaxaqanlığı var idi. Toxuculuğun yaranması neolitdir. Yanlışdır. Qırx-ikinci suala baxaq. Azərbaycanda neolit dövrü üçün səciyyəvidir. İstehsal təsərrüfatına keçidin əsası qoyulması mezolit. Neolitə aid deyil. Əhalinin oturaq həyata keçməsi neolit. Doğrudur. İlk əkinçilik vərdişlərinin yaranması mezolit. Yanlışdır. Saxsı qabların hazırlanması neolit. Doğrudur. 43-ə baxaq. Ox və kamanın ixtira edilməsi insanların həyatında əhəmiyyəti. Deməli, heyvanları daha uzaq məsafədən ovlaya bildilər və bir də qida ehtiyatını artırmağa imkan verirdi. 44-ə baxaq. Azərbaycanda mezolit dövrünü üst paleolit dövründən fərqləndirirdi. Yəni, elə xüsusiyyət götür ki, mezolitə aid olsun, üst paleolitə aid olmasın. Ulu icmadan qəbiləyə keçidin başa çatması. Bu, üst paleolit dövrünə aiddir. Çıxırıq. İbtidai maldarlığın əsasının qoyulması. Bəli, mezolitdə əsası qoyulur, yəni üst paleolitdə yox idi. Doğrudur. Anaxaqanlığının meydana gəlməsi. Üst paleolitə aiddir. Çıxırıq.
Ox və kamanın ixtirası mezolita aiddir. Yəni üst paleolitdə ox və kaman yox idi. Qırx beşinci suala baxaq. Azərbaycanda eneolit dövrünü paleolit dövründən fərqləndirirdi. Eneolitə aid olsun, paleolitə aid olmasın. Mis alətlərdən istifadə, bəli, eneolitdə idi, paleolitdə yox idi. Təsərrüfatda daş alətlərinin üstünlük təşkil etməsi hər ikisinə aiddir, çıxırıq. İstehsal təsərrüfatının cəmiyyətin həyatında mühüm rol oynaması, bu eneolitə aiddir. Axirət dünyasına inam mövcud olması hər ikisinə aiddir. 46-ya baxaq. Yeni daş dövrünü, yəni neolit, aid xüsusiyyətləri müəyyən edin. Daş alətlərin deşilməsi və cilalanması, bəli. Heyvanların əhəlləşdirilməsinin başlanması, bu mezolitdir, çıxırıq. Quruçay mədəniyyətin formalaşması, alt paleolit. Xış əkinçinin meydana gəlməsi, erkən tunc. İş sənət sahələrinin meydana gəlməsi, neolit. Əhalinin oturaq həyata keçməsi, neolit. 47-ci suala baxaq. Orta daş dövrünə, yəni mezolit, aid xüsusiyyətləri müəyyən edin. Sümükdən alətlərin hazırlanması, bu daş dövrünün bütün mərhələlərinə aiddir. Götürürük. Əkinçi və maldarlığın insanların əsas məşğuliyyətinə çevrilməsi. Mezolitdə əkinçi və maldarlığın ilkin vərdişləri yaranır. Əsas məşğuliyyətə çevrilir neolitdə. İstehsal təsərrüfatının formalaşmasının başa çatması. Neolitdə. İlk əkinçi vərdişlərinin yaranması mezolit. Duluzçuluğun yaranması neolit. Mikrolit alətlərdən istifadə edilməyə başlanması mezolit. 48-ə baxaq. Azərbaycanda alt paleolit dövrü üçün səciyyəvidir. İri tayfa birliklərinin yaranması orta tunc, ulu icmanın yaranması alt paleolit, süni odun əldə edilməsi orta paleolit, qəbilə icmasının formalaşması üst paleolit, sadə dini inancların meydana gəlməsi alt paleolit. Deməli, doğru cavab 2, 5. 49-a baxaq. Azərbaycanda eneolit dövrü üçün səciyyəvi idi. Heyvanların əhəlləşdirməyə başlanılması. Mezolit dövrü. Yanlışdır. Kurqan qəbillərin meydana gəlməsi. Erkən tunc. Yanlışdır. Sənətkarlığın əhalinin məşğuliyyətində mühüm yer tutması. Bəli, eneolit dövrünə aiddir. Doğrudur. Daş alətlərinin təsərrüfatda üstün yer tutması. Bəli, bu daş dövrünün bütün dövrlərinə aiddir. Eneolit də daş dövrü olduğu üçün götürürük. Cəmiyyətdə əmlak bərabərsizliyinin dərinləşməsi orta tunc. Yanlışdır. Doğru cavab 3-4. 50-ci suala baxaq. Azərbaycanda ulu icma və qəbilə icmalarının mövcudluğu dövrünə aid ümumi cəhətləri müəyyən edin. Deməli, ulu icma alt paleolitdə yaranır, orta paleolitdə də davam edir. Artıq orta paleolitdə ulu icmadan qəbilə icmasına keçirin əsası qoyulur. Qəbilə icmasının yaranması üst paleolitdə olur. Mezolitdə davam edir. Neolitdə də davam edir. Eneolitdə də davam edir. Baxaq. Ulu icma ilə qəbilə icmasının ümumi cəhətini soruşur. Yəni hər ikisinə aid olsun. Maldarlığın mövcud olması. Maldarlıq yarandı mezolitdə. Neolit eneolitdə mövcud idi. Ancaq ulu icmada mövcud deyildi. Bu, aiddir qəbilə icmasına. Çıxırıq. Əmək alətlərinin əsasən daşdan hazırlanması. Bəli, ulu icmada qəbilə icması da daş dövrünü əhatə edirdi. Bu dövrdə də əmək alətləri daşdan hazırlanırdı. Bu, ümumi xüsusiyyətdir. Dini mərasimlərin icrası üçün ibadətgahların tikilməsi erkən tunca aiddir. Erkən tuncda da tayfa yaranır. Qəbilə də heç yox idi. Heç birinə də aid deyil. Cəmiyyətin həyatında qadınların mühüm yer tutması. Qadın mühüm yer tutur, qəbilənin həyatındaydı. O da üst paleolitdə yaranır, ana xaqanlığı. Yəni, ulu icmada bu xüsusiyyət yox idi. Bu, yalnız qəbilə icmasına aiddir. 4-ü də çıxırıq. İnsanların yığıcılıqla məşğul olması. Bəli, ulu icmada alt və orta paleolitdə əsas məşğuliyyət ovçuluq, yığıcılıq idi və üst paleolitdə, mezolitdə də insanlar yığıcılıqla məşğul idilər. 5 də ümumi xüsusiyyətdir. Doğru cavab 2-5. 51-ci suala da baxaq. 50 ilə eyni şeydir. Da qeydi yuxarıda yazmışam. Elə indi baxaq.
Ulu icma ilə qəbilə icmasının burada da ümumi cəhətini soruşur. Dəvəgöz və toxmaqdaşdan kəsici alətlərin hazırlanması bu daş dövrünün bütün dövrlərinə aiddir, ortaq xüsusiyyətdir. İnsanların yalnız yığıcılıq və ovçuluqla məşğul olması bu ulu icmaya aiddir. Qəbilə icmasında artıq əkinçi maldarlıq yaranmışdır. Yanlışdır. İnsanların ana xətti ilə qohumluq əsasında birləşmələri bu qəbilə icmasına aiddir. Axirət dünyasına inamın mövcud olması. Axirətə inam orta paleolitdə yaranır, artıq orta paleolitdən sonra bütün dövrlərdə mövcud olur. Orta paleolitdə yaranırsa, deməli ulu icmaya aiddir, sonra da mövcud olursa artıq qəbilə icmasına da aiddir. Bu da ortaq xüsusiyyət olur. Əkinçiliyin insanların məşğuliyyəti içərisində əsas yer tutması bu neolitdə yaranır, yəni qəbilə icmasına aiddir. Doğru cavab 1-4. Test izahlarımız bu qədər. İnşallah növbəti videoda da 50-dən axıra qədər izah edəcəm. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.